cənnət əhlinin cəhənnəm əhlinə söhbəti olacaq. Allah Teala deyir ki, وَنَادَ أَصْحَابُ الْجَنَّةِ أَصْحَابَ النَّارِ Cənnət əhli cəhənnəm əhlinə nida eləyib çağıracaq. Ən qad vəcədnə mə vəədə Rabbuna haqqa. Ey cəhənnəmin əhli, Rəbbimiz bizə nəyi vəd etmişdirsə, gördük ki, haqdır. Cənnət. O iddət deyil muttaqin. Cənnət müttəqilər üçün hazırlayıb. O müttəqilər, o iddətdir kafirin. Kafirlər üçün hazırlanan cəhənnəm. Onlara xitab eləyəcəklər ki, Rəbbimiz bizə nəyi vəd vermişdi? Namaz qılın, oruç tutun, şərik qoşmayın, bidət etməyin, nəfsinizlə mübarizə aparın, o cənnət sizindir. Onu verdi bizə, gördük ki, haqdır. Fəhəl əntum vəcədtum mə vəədə rabbukum haqqa. Siz də gördünüz, Rəbbimiz sizə nəyi vəd vermişdi? O cəhənnəmi haqdır, gördünüz onu. Nə deyəcəklər? Qalu, naam, bəli. Gördük ki, o da haqdır. Hər ikisi etiraf edir. Cənnət əhli, Allah bizi onlardan etsin. Cənnət əhli etiraf edəcək ki, Rəbbimiz verdi. Demişdi, verdi. Vədinə xilaf çıxmadı. Lə yuxliful mi'ad. Allah vədinə xilaf çıxmaz. Və mən astaqu minallahi qilə. Kim Allahdan doğru deyə bilər? Və mən astaqu minallahi hadisə. Kim Allahdan doğru danışa bilər? Vəd verənlərin çoxsu xilaf çıxır. O çıxmayacaq.